Salam əziz izləyicilərim, gününüz xeyirli, uğurlu, ruzlu, bərəkətli olsun inşallah. Bugün sizlərə Vişnovka bağlarına gedən yolda, marşrut xəttindən cəmi 10 metr məsafədə, sizlərə 3 sotun üzərində kürsülü, yüksək keyfiyyətə sahib 4 otaqlı həyət evimizin təqdimatına gəlmiş inşallah. Maşallah olsun, həyətimiz göz qarşısındadır. Jalüz qapımız, balaca qapısı da var yanında. Həyətində sanitar qovşağı, kombo otağı daimi olaraq işlək. Həyətinə zövqə görə tamet daşlar düzülüb. Burada sizə təqdim edeyim inşallah belə bir geniş kombo otağımız. Burada həyət sanitar qovşağımız. Evin hər bir tərəfinə rahatlıqla keçidi. Evin qabağında söhbətgahı var. Evimiz yerdən kürsülüdür. Zirzəmisinə rahatlıqla daxil olmaq mümkündür. Həyətinə də neçə maşın istəsəz salmaq mümkündür. Daxil olaq inşallah evimizə. Evimizin maşallah olsun kürsü göz qarşısında. Buradan da sizə belə təqdim edeyim inşallah. Daxil olaq inşallah evimizin içərisinə. Daxil olduqda geniş dəhliz bizi qarşılayır. Geniş dəhlizimiz. Onu da qeyd edeyim ki, koridor, dəhliz, yəni mətbəx, sanitar qovşağı istifol təchiz edilib. Digər otaqlar isə kombi radiator sistemindədir. Daxil olaq burada. Geniş qonaq otağımız, maşallah olsun, zövq oxşuyur. Burada kiçik bir yataq otağımız. Burada sizə təqdim edeyim, maşallah olsun, mətbəximiz və mətbəxdən söhbətgaha belə bir keçid. Daxil olaq digər otaqlarımıza. Burada belə digər bir yataq otağımızdır. Burada növbəti yataq otağımız. Burada isə maşallah olsun göz oxşayan sanitar qovşağımız. Hər bir aksesuarına kimi də daimi olaraq işləkdir. Onu qeyd edeyim ki, evin iç sahəsi, yaşayış sahəsi 100 kvadratdır. 3 sotun içərisindədir. Amma ümumi qeyd etsək, ümumi çöl görünüş kvadratından hardasa 130 kvadrata yaxındır. Qazı suyu işığı daimidir. Sənədi paket kupsa çıxarışdır. Həm evin, həm torpağın çıxarışı var. Qiymətə gəldikdə isə qiymət 148.000 manata deyilib, sahibi tərəfindən endirim olacaq. Ətraflı məlumat üçün əlaqə nömrələrimizə zəng edərək maraqlana və ya kanalımıza abunə olaraq digər elanlarımızla tanış ola bilərsiniz. Daima xidmətinizdəyik.